Buradan belə qalxaq. Meşənin içində gəzdikcə bax həllədir. Bax. Deməli, meşədə üstümüzə it düşübdü. Sanki cüngülü meşələrindəyik. Yıxılmışdım. Baxın, bataqlıqdır buralar. Və bugünkü nəticə. Baxın, əziyyətimiz hədər getmədi. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün deməli mart ayının 25-ci günüdür. Gözəl hava var. Meşəyə pəl yığmağa gedirik. Yəqin ki pəl hamınız bilirsiniz, onun gözəl qəşəng qutabı olur. Artıq meşələrimiz yaşıllaşır və bütün bitkilər artıq oyanmağa çıxmağa başlayıbdır. İndi sizə getdikcə, gəzdikcə maraqlı yerlərdən göstərəcəm. Meşənin içindən gedirik. Görün nə gözəl yerlərdir. Buradan keçdik belə. İndi buradan çay keçməliyik. Görək necə keçirik çayı o tərəfə. Güllərə baxın. Baxın nə gözəl yerlərdir. Təbiət insana həmişə huzur verir. İndi bu çayı keçəsik. Necə keçək Mərdan? Necə keçək? Elə deməli İslamiyaq. Buradan belə qalxaq. Keçə bilərsiniz oradan. Keçə bilərik. Hadi buradan keçərik də. Meşənin dərinliklərinə doğru gedirik. Buralarda heyvan da olar. Ayı, canavar, tülkü. Amma 2 nəfərik hələ ki gedirik. Birazdan daha gözəl olacaq buralar. Yaşıllaşacaq bütün. Karşıma çıxıb sizə qəşəng güllərdən göstərəcəm. Ximirli deyilən bir yer var. Orada pəl çox olur, həddindən artıq. Ona görə ora doğru gedirik.
Ben size çayı buradan da göstereyim. Ağaçlar çiçəklikdir, doğal ağaçları. O meşənin içində gəldikcə bax pəllərdir. Bax pəl. Belə bir yerlə gedirik. Amma meşənin dərinlikləridir. Amma qorxuram azaq. Qayıdıb hardan qaydasıyıq onu tam bilmirəm. Təxmini gedirik. Meşədə quzu qarnı da olur. Amma quzu qarnı yoxdur. Tək-tək az pəl çıxır qarşımıza. Və onu yığmağa çalışırıq. Əsas burada məsələ pəl deyil. Burada təbiəti görməkdir. Təbiətdən ləzzət almaq, təbiətin gözəlliyindən. Bunlar hamısı pəldir, da eləmi? Ha? Baxın. Cəngəlliklərdəyik, cəngəlliklər. Bax. Meşənin içində gəlib bir qəşəng çay tapmışıq. Keçək tərəfə. Əncələ hardan keçirik. Bunun üstündən kullanaq. Var burada. Yürük var ya ama. Bizden qabaq kimsə gəldi. Baxın, bunlar hamısı pəldir, pəl. Bax, deməli, meşənin dərinlikləridir, bilmirik haradır, amma gəzə-gəzə gedirik. Baxın, belə bir yere çıxmışıq. Kanaldır, balaca bir ada kimi bir şey. Bu qədər də pəl yığmışıq, hələ yığımımız davam edir. Hələ, bax, hər yer pəldir. Deməli, ayaq izləri var. Amma nə heyvan izləri də bilmirəm, ayaq izləridir. Hər yer. İtə oxşuyur, nə oxşuyur bilmirəm. Qəşəng bir ağ keçir. Oradan bir əl elə. Assalamu alaikum. Təmiz su. Meşə suyu. Yayda buralar nə gözəl olur. Arada bu nə quyusudur? Nədir bu? Nəyin quyusu olar? Porsuk. Porsuk, hə? Porsuk. Yayda buralar baxın nə gözəldir. İndi hələ yaşıllaşmayıbdır. Yayda dəhşət olur, gözəl buralar. İstirahət yerləridir. Bir dənə yol tapmışıq, yol. Yolla gedək hara çıxırıq. Mən tanımıram ha buraları. Elə sənlikdir. Oy. Bəh. Nə gözəl. Deməli, meşədə üstümüzə it düşübdü.
Hayır, senin işimiz yoktu. Girdik bura yine bir yere. Biraz da burada yığaq. Burada var. Vallahi ağaçların yeşerine bakın. Sanki cüngülü meşələrindəyim. Adı yıxılmışdım. Bakın bataklıqdır buralar. İtdəki əl çəkmir bizdən. Boyda da itdi. Amma inanla irəliyirik. Hara getdiyimizdə bilmirik. Ağacın yeşəriyinə baxın. Ömer de bu ne boydadır bu? Ha? Aa bak ağzın yeşerine bak. Maşallah ne boydadır? Uzanıp ki. Kuru qovaq ağacı tutdu. Varın gözəlliyinə bakın. Özelliğe bakın. Yayda təsəvvür eləyin də adam. Nemətdir da nemət. Ne güzel gördüm. Bak bu da cincilim. Bunda qəşəng nə olur Mərdan? Ha, doğası, qutabı, hər şey. Olur. Ha, baxın nə gözəl. Ay, bax yaşıllaşır hər yer. Doğru. Eşitməzdim. Ha. Bu da meşənin içi. Adrenalin olan yer. Buranı da sizə göstərmiş olaq. Amma bura çox qəşəngdir. Qorxuram yaxınlaşmağa. İtə baxın nə boydadır. Kapış. Həqiqi, yayda lap gözəl olur. Ağaçlara bakın, necə gözəl çiçəkləyib. Yaşıllaşır da hər şey.